Həsən bəy, bugün sənin iş dərsimizi yekunlaşdırdıq Allahın izni və bugün səndən başqa bir qonağımız da var. Dostun, qardaşın Əmin da yanındadır. Bugün iş dərsimizdə səninlə birlikdə iştirak elədik. Xoş gəlib, o da Ceyhun bəy. İndi bax dostum, dərsimiz bitdi. Və gördün ki, biz nə elədik, hansı dərsi keçdik, metodikamiz necədir, nələri izahlədik, özün yaxından şahid oldun. Bax, mən sənin fikrini soruşmadan telefon çəkilişi eləmək üçün sənə izin istəyib, başladım çəkilişə düzdür. Çox xahiş edirəm, səmimi şəkildə mənə cavab ver. Yəni, mənə xoş olsun deyə bir cümlə eşitmək istəmirəm. Elə bir ki, işə getmişsən, işdə soruşurlar, evə getmişsən, evdə soruşurlar. Təəssüratlar mənim üçün maraqlıdır. Məsəl üçün, müəllim bir işlərə gəlmişsən, bizim dəstə iştirak eləmişsən, məni tanımırsan. Müəllim dərs keçmə potensialı necə idi, izahları qanunladırmı, bilmədiniz nəyəsə öyrənə bildinizmi? Həm sənin fikirlərin maraqlıdır, həm arxada əyləşən qardaş Ceyhun bəyin fikirləri mənim üçün maraqlıdır ki, ümumiyyətlə təəssüratlarınız necədir? Təəssüratlarım çox gözəldir. Ən əsas da yəni sizin də nəyə fikir verdim mən? Rahatçılıq var. Yəni dərs öyrənmək çox rahat, yəni qavramaq yəni çox rahatdır. Bir var ki, məsələn otursan, mənim tələsən olur da, yəni deyirsən ki, tez qutarım, geri dərs. Bir var ki, rahatsansan. Yəni dərs də nə qədər məsələn uzun olsa mənim üçün yorucu olmaz. Təşəkkür edirəm qardaş. Nə xoş mənə ki, sizin təəssüratlarınız gözəldir. İnşallah ki, indiyə kimi gələn bütün tələbələrin də təəssüratları gözəl olubdur. İnsanlar gəlir, maraqlanır, öyrənir və inşallah gedir. Ceyhun bəy, indi bu qardaş mənim tələbəm idi. Sən də bu qardaşın əmisi olsan, yaxında dostusan. İndi bu insan tələbə olaraq fikir bildir. Sən isə izləyici idin. Normalda mən dərsimdə üçüncü şəxsi əyləşdirmirəm çox vaxt. Çünki o tələbəyə psixoloji bəs baskı altında qoya bilər, həyəcan verə bilər. O nöqteyi nəzərdən. Yoxsa belə problem yoxdur. Amma bugün sən gəldin, bizim qonağımızsan, iş dərsimizdə bir istisna hal kimi əyləşdin. İzləyici kimi sizin fikirləriniz necədir? Mən bilmək istəyirəm. Çox xahiş edirəm, səmimi deyin. Mənə xoş olsun deyə bir cümlə eşitmək istəyirəm. Çünki mən sizi tanımıram, siz məni tanımırsınız. Bu çox gözəl idi. Hətta fikir verdim ki, birinci dərsə sizin bu nəzərdə dediyiniz sözlərə əsaslanaraq parkovkanı da düzgün şəkildə elədi. Yəni birinci dəfə sükan arxasında oturan adam üçün düzgün istisnalar, düzgün nəzərləri baxış cəhətdən çox düzgün, doğru dərəcədə yönləndirdiniz. Təşəkkür edirəm qardaş. Hə, düz deyirsən. Biz dərs keçdiyimiz meydançadan gəldik. Bu meydançaya kimi gəlməyə, Astanaya gəlməyə kimi qardaşa bir balaca məsafəni sürdürdüm. Burada da düz parkovka dərsini keçməsək də, prosta hesablama verdim. Özü buradan L parklanmasıdır. Gəldi daxil oldu parklanma yerinə. Onu deyirsiniz. Təşəkkür edirəm qardaş, gəldiyiniz üçün və fikirlərinizin müsbət olduğu mənim üçün də belə deyək də xoşdur. İnşallah gələn dərsimizin mövzusu tamamilə fərqli bir şey olacaq. Hər dərs daha maraqlı olacaq inşallah. İnşallah gələn dərs görüşərik. Mən sizə uğurlar arzulayıram. Sağ olun. Çox sağ olun. Siz də sağ olun.